Başladıq. Biz qalmışdıq önünə prinsip məsələsində. Nədir? Önünə prinsip və sonuna prinsip mövqeli say sistemlərində. Deməli, dedik ki, 4 ədədini formalaşdırmaq üçün biz Roma say sistemində icazəmiz yox idi ki, 4 dənə biri yazaq. Çünki maksimum 3 dənə yaza bildik. O zaman önünə prinsipinin burada rolu böyükdür ki, önünə prinsip bu kimi ədədləri formalaşdırmağa kömək edir. Bir daha qeyd edeyim, önünə prinsip. Önünə prinsiplər hansı ədədləri bizə yaza bilirik? 4'ü yazmağımıza kömək edir. 4'ü yazmağımıza kömək edir ki, bunu necə hesablayacaq deyəşəm. 9'u yazmağımıza kömək edəcəkdir. Məsəl üçün, 90'ı yazmağımıza kömək edəcəkdir və s. Niyə? Məhz bu ədədləri biz önünə prinsip vasitəsilə tapa bilirik. Önünə prinsipdə deyir ki, əgər Roma say sistemində ədədlərin sıralamasına baxdıqda, kiçikdən sonra böyük ədəd gələndə ki, bəli, 1-dən sonra 5 gəlir. O zaman böyükdən 1 əvvəlkini çıxa bilirsən. Yəni 5-dən 1'i çıxırsan və bu ədədin həqiqətən 4 olduğunu deyə bilərik. Eyni şəkildə burada da elədir. Sıralı şəkildə baxanda görürəm ki, azalan sırayla getmirəm. Kiçikdən böyüyə doğru gedirəm. O zaman böyükdən, yəni x-i ifadə edən 10-dan 1'i çıxıram və 9 alıram. Həqiqətən, bəli, biz 9'u formalaşdırmaq üçün Roma say sistemində belə yazırıq. Və yenə də eyni şəkildə x 10, c 100. Ondan sonra 100'ün gəldiyini görürəm. Kiçikdən böyük gələndə mütləq böyükdən kiçiyi çıxmaq lazımdır. Yəni, yazıram bura nə? 100'dən çıxıram 10. Deməli, bu ədəd də 90'ı ifadə edir. Bəzən uşaqlar, məsəl üçün, 8'i belə ifadə edirlər. Belə və bu cür. Deyir, bu 8'dir. Və mənə ispat edir ki, müəllim, düzdür də, mən böyükdən kiçiyi çıxıram. Uşaqlar, önünə prinsipdə sən böyükdən yalnız bir əvvəlkini çıxa bilərsən. Bunun ikisini çıxmağın mümkün deyil ki, sən hesab edəsən ki, hə, mən ondan 2 çıxdım və 8 aldım. Buna biz deyirik xəta, yəni yanlış, olmaz. Sən yalnız birini çıxa bilərsən. Və biz 8 necə formalaşdıra bilərik? 5 və yanaşı yazılan 3 dənə 1. Bəli, 1'in 3 dənə yanaşı yazılmağına icazə almışıq. Və eyni şəkildə 90'dan başqa uşaqlar deyir ki, müəllim, 80'i gəlin belə yazaq. Yenə deyirəm, xeyr. Çünki biz danışmışıq ki, önünə prinsipində böyükün önündəki bir dənə əvvəlkini çıxa bilirəm. Yəni, mən 100'dən 10 çıxıb 90 deyə bilərəm. Hə, 100'dən 10, bir də 10 çıxıb buna 80 deyə bilmərəm. Yenə bu yaradır bizim xətalı vəziyyətimizi. Bu oldu bizim önünə prinsipimiz. Bəs bizim sonuna prinsipimiz nə deməkdir? Gəlin ona baxaq. Sonuna prinsip dediyimiz isə elə bildiyimiz hər hansı bir Roma say sistemində ədədi yazılır. Məsəl üçün, yazaq c, x, v, 3 dənə 1. Baxın, uşaqlar. Görək bu sırf böyükdən kiçiyə mi sıralanıbdır? Buna biz azalma sırası deyirik. C-miz nədir? 100. X-imiz nədir? 10. B-miz nədir? 5. Birlərimiz neçə olur? 1, 3. Gördünüz uşaqlar? Böyükdən kiçiyə doğru gedirsə, Roma say sistemində rəqəmlər sırf azalırsa da, burada çıxma yoxdur. Buna sonuna prinsip deyilir ki, biz hər rəqəmin sonundakını toplayırıq. 100'ün üstünə 10, 10'un üstünə 5, 5'in üstünə 3 və nəticədə aldığımız dəyər 118 olur. Kimisə sualı varmı önünə prinsiplə, sonuna prinsiplə əlaqəli? Yoxdursa, mən indi sizə tapşırıqlar verirəm. İlk öncə olaraq Roma say sistemində ədəd yazıram. Siz onu mənə bu cür qayda ilə onluq say sisteminə keçirirsiniz. Sonra isə əksinə olacaqdır. Xahiş edirəm, hər kəs diqqətli olsun. Deməli, yazın.
Sonrasında yazar. Buyurun. Hər kəs səsini açır deyir. Hər kəsin tapdığını yazıram lövhənin sağına. Kim doğrudursa sonradan deyir. Baxın, mən eşitdiyim cavablar deyirəm. Kimdə o tapdım deyim. 1508 eşitdim. 1707 eşitdim. Sonra 1707 bir de eşitdik. Sonra neçə? Yine 1707. Başka bir cevap var mı bu iki cevaptan başka? Deməli, əksəriyyətimiz 1707 dedi. Sən? Deməli, uşaqlar, gəlin baxaq görək kim doğru deyir. Məncə, bu necə tapılmalıdır ki? Mən ilk öncə olaraq hərfləri ifadə edən ədədləri yazıram qarşısına. Hem nə ifadə edir? Mini. Üstünə gəlirəm hələ ki. D nə ifadə edir? 500'ü. C nə ifadə edir? 100'ü. C'də 100'ü. Heç bir qayda pozuntusu etməmişəm ki. Xeyr. C'dən 3 dəfə maksimum yazıla bilər. B nə ifadə edir? 5'i. 1 nə ifadə edir? 1 üstə gələk 1. Xahiş edirəm, hər kəs sıralamaya baxsın. Sıranı pozan bir ədəd yoxdur ki, böyükdən hamısı kiçiyə doğru gedir. O zaman bunları nə etməliyik? Toplamalıyıq. Gəlin baxaq. 1500, 1600, 1700 və burada nə aldım? 7. Və doğru cavab hansıdır? 1707. Hadi nə oldu? Şaşırıyorsun. Ədədlər sadəcə topla gedir. Aydın oldu? Yox, biraz diqqətli olun. Sonra burada heç kimin sualı yoxsa növbəti sualımızı verirəm. Xahiş edirəm, diqqətli olun. M. Sonra deməli olsun C, D. Burada olsa diqqətli olun, necə yazmaq lazımdır. L, X. Buyurun. Ədədin önünə yoxsa sonuna prinsip olduğuna diqqət verin. Deməli 2480 eşitdim. Sonra 2480 eşitdik. Sizə. Əks cavabı deyən və yaxud da heç yaza bilməyən şagird varsa səsini açsın və məni dinləsin. Yəni desin ki, yaza bilmədim, necə yazdıq, necə alındı. Və bəlkə də aranızda elə uşaqlar həqiqətən çəkinə bilər, yəni ilk dərsimizdə. Ona görə mən tez bunu şərh edirəm ki, görək doğrudurmu cavabımız. İlk öncə olaraq qarşısında 2 dənə M görürəmsə, deməli bu bizim minimiz, bir də mindir. Aralarında hərəlik toplama yazılır. Üstə gələk. C ilə D-yə fikir verin uşaqlar. Deməli 100 üstə gələk nə yazıram? 500. Və nə baş verdi uşaqlar? Sıra pozuldu. Elə bir 2 dənə burada günahkar var. Kimdə o sıranı pozanlar? 100 ilə 500. Dərhal burada nə xatırlayıram? Önünə prinsip. Önünə prinsip olaraq mən neyləməliyəm artıq burada? Dərhal böyükdən kiçiyi çıxmalıyam. 500-dən 100'ü çıxaraq nə qalır burada məndən? 400. Deməli sən bunun yerinə artıq 2000'in üstünə buradakı üstə nə gələcəksən? 400. Davam edirsən. Elimiz nədir? Yəni 400'dən sonra. Üstünə gəlirsən neçə? 50. Üstünə gəlirsən 3 dənə 10'umuz da eləyir 30. Gəlin toplayaq. 1000 neçə elədi? 2400. Bu da neçə oldu bizdə? 2480. Deməli cavabımız doğrudurmu? Bəli, doğrudur. Anlaşıldı? Başa düşdünüz? Hə, başa düşməndə diqqətli qulaq. İndi əksinə çeviririk uşaqlar. Yəni verilən ədədi siz Roma sayı sistemində ifadə edirsiniz. 1995. Buyurun. Bu ədədi Roma hərflərindən ifadə edirsiniz. Yox. 1000. Bu birinci misal deyərək yazmışam. 1995.
Deyilən kənardan yazın. Necə? Bir dənə yüksək səslə deyilən zəmi tutmuşam. Aha. Aha. Meme. Səs deyin. Səs exo verdi. Digər kiminsə demək istədi. Deyin biriniz. Aha. Səs biraz tutqun gəlir. Deməli, bir dəqiqə yavaş-yavaş denən. M, D, M, M, sonra X, C, V. Okay. Buyur. Aha. 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 Gəlin baxaq görür uşaqlar. Bu cavablardan qeyri bir cavabınız varsa da bildirin mənə. İndi baxın, mən bunu hər kəs üçün deyirəm, sən özün tap, yenə bildirərsən mənə. Demək, bunu necə rahat tapa bilərik? Bu ədəddə hər mərtəbədə duran rəqəmin ifadə etdiyi ədədi yazırıq. Bir orada nə ifadə edir uşaqlar? Mini, min üstə görə. 9 nə ifadə edir? Üzrə səbəbləyin qoşulanları olur uşaqlar. Aha. Sonra 9 nə ifadə edir? 900'ü. Düzdürmü? 900'ü. Bu 9 nə ifadə edir? 90'ı. Bu 5 nə ifadə edir? Elə 5'i. Bu da deməli sən bunu yavaş-yavaş get də. Sırf M-i yaza biləcəyimiz ədəd varmı? Hərf varmı? Bəli. M yazdım. 900'ü yaza biləcəyim bir hərf varmı? Xeyr. Fikirləşirəm. 900'ü mən necə yaza bilərəm? Desəz ki, müəllim, gəlin 900'ü belə yazaq. D yazaq və yanında 4 dənə 100 yazaq. Deyəcəm xəta. Niyə? C-dən maksimum 3 dənə yaza bilərik. Onda deməli bizim yadımıza nə düşür? Önünə prinsip. Önünə prinsip olaraq mən hansı ədəddən hansını çıxanda 900 alacam? 1000-dən 100'ü çıxsam. O zaman gəlin baxaq görək. 1000-dən 100'ü çıxmağım üçün birinci 100'ü sonra 1000'i yazmalıyam. O zaman 100'ümüz C, 1000'imiz isə M-dir. Bax, bu ikisi bir yerdə uşaqlar bizə 900'ü verəcək. Çünki önünə prinsipdə kiçikdən sonra böyüyü gətirirəm ki, böyükdən kiçiyi çıxa biləm. Bu da 900'ümüz oldu. Bəs 90'ımızı necə formalaşdıracaq? Yenə 90 da eyni şəkildə. Mən 90'ı yazmaq üçün desəz ki, müəllim, gəlin bir dənə 50 yazaq, böyrünə 4 dənə X yazaq. Deyəcəm, xeyr, X-dən maksimum 3 dəfə yaza bilərik. O zaman yenə önünə prinsip eləyəsi olsaq, 90'ı nə ilə yaza bilərik? 100'dən nə çıxmaqla? 10. Onda nə yazmalıyam? Birinci X yazmalıyam, A sağ ol, sonra C yazmalıyam. Niyə? Bu ikisi bir yerdə önünə prinsip əsasən 100'dən 10 çıxanda 90 eləyəcəkdir. 90'ımız da hazırdır. Bəs geridə bir dənə təhlil mərtəbəmdəki 5 qalır. 5 üçün də hazırımız var, olur V. Hansı cavabımız doğru oldu? İkinci verilən cavab. Başa düşdükmü? Hamıya aydındırmı? Kimin sualı varsa buyursun. Buna ait birini də verirəm. Sonra keçirik digər say sistemlərə. Çünki bizim işimiz ən çox Roma say sistemi ilə deyil. İkinci ədədimiz yazırsınız. 2087. 2087 ədədi formalaşdırın. Bayaqki kimi yazın, mən kimi, mərtəbələrlə yazın ki, rahat işləyəsiniz. Buyur. Siz yazın, siz yazın. M, L, X, baxın, V, aha, sən tapdın cavab bu, sən də
Sənin də elə cavabın var? Aha. Əla, qəşəng. Sначала 2'ni düzelt, sonra 2'ni düzelt. Aha. İndi niyə XXC yazmısan? Bax, gör səhvi harda eləmişsən. Sən XXC yazanda 100% sənin fikrin bilsən nə olubdu? Sən istəyirsən ki, bu 100-dən qabağında 2 dənə 10'u çıxıb 80 yaradasan elə. Amma biz nə danışdıq sizlə? Olmaz. Önünə prinsipdən özündən əvvəlki, böyükdən bir əvvəlki çıxıla bilər. Yəni sən 100-dən 10 çıxıb uzaq başı buradan 90 yarada bilərsən. Biz 80 yaratmaq üçün isə 50 və böyrünə 3 dənə 10 qoya bilərik. Yenə də diqqətiniz burada olsun. Hamı üçün bunu yazıram. Diqqətli olun. Birinci 2000'i ifadə edirik. Yazıram 2000 mərtəbəm. Minlik mərtəbəmdə 2000 var. Yüzlük mərtəbəm var uşaqlar. Boşdur, 0. Heç nə ilə yazmayacağım. Onluq mərtəbəmdə nə var? 80. Təli mərtəbəmdə nə var? 7. Baxın. 2000'i yazmaq üçün nə yazmalıyam? 2 dənə M. Bəli. Fikrinizi deyə bilərsiniz. 80'i dediyimiz kimi buna icazə yoxdur. L 50 üstünə 3 dənə nə gələcəm? 10'un. Bu oldu bizim 80'imiz. Bir dənə nə var da aşağılar? 7'miz. 7'ni necə yazacaq? 5 yanına 2 dənə bu. Hamıya aydın oldu mu? Başa düşdürmü? Buna aid misallar verəcəm. Yenə başa düşməsəz növbəti dərsdə mənə deyəcəksiniz. Daha da təkmilləşdirəcək. Uşaqlar yazmırsan? Onda o dərsdən sonra mənə deyərsən. Yaxşı necə yazırsan? Uşaqlar indi keçirik. Biz gördünüz ki, mövqesiz say sistemində danışacağımız bu qədər. Roma say sistemi elə də bir geniş əhatəli misalları olan bir sistem deyil. Amma bizim digər say sistemləri həqiqətən çox dərin və maraqlı belə deyək, misalları mövcuddur. O zaman gəlin biz digər say sistemlərini bir daha yazaq və ilk öncə olaraq yazıram hansı say sistemi? Onluq say sistemi. Onluq say sisteminin niyə adı onluq oldu? Çünki içində 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 sonlu şəkildə 10 dənə rəqəmdən ibarətdir. Düzdürmü aşağılar? Buna görə bunun adı onluqdur. Özümüzdən ad verməmişik buna. Bəs nəyə fikir verdik aşağılar? Onluq say sistemində 10 rəqəmi mövcud deyil. Mən rəqəm deyirəm, amma ədəd demirəm. Çünki rəqəmlər sonludur. Onda deməli, onluq say sisteminin ən böyük rəqəmi necə tapılır? Baxın, 9'dursa ondan neçə çıxmışam aşağılar? 1. Gördünüz, 9'a gəldi, düşdü. O zaman onluq say sistemindən harada istifadə olunur desək, o suala belə cavab verəcəksiniz. Gündəlik həyatda. Çünki biz bağçadan, məktəbə elə istifadə etdiyimiz onluq say sistemində hesablama aparmaqdır. Sən öz yaşını onluq say sistemində ifadə edirsən. Bəs növbəti üzərində iş görəcəyimiz say sistemi ikilik say sistemidir. Adına uyğun ikilik. Bu sistemdə neçə dənə simvol olmalıdır? 2 dənə. Hansı? 0, 1. Nəzərə alın ki, bütün say sistemləri 0'dan başlamalıdır. Yenə diqqət yetirək. Bu say sisteminin ən böyük rəqəmi necə alınır? Əsasdan nə çıxıram? 1. Gördünüz? Yenə 1'ə gəldik, çıxdıq. Bəs yaxşı, biz ikilik say sistemindən gündəlik həyatdan istifadə edirik. Xeyr. Harada istifadə edirik? Kompüterdə. Yəni, kompüter hər şeyi hesablayır, yadda saxlayır. Hansı rəqəmlər vasitəsilə? Ancaq kompüterin başa düşdüyü 0 və 1'lərdir. Onu növbəti dərslərdə inşallah ki, keçəcək. Növbəti ən vacib say sistemlərindən biri də 8'lik say sistemidir. Adına uyğun olaraq bu sistemdə neçə dənə rəqəm olmalıdır? 8 dənə. Müəllim hardan başlayaq? 0'dan. 8 dənənin olması üçün harada bitirməliyəm? 7'dən. Niyə 7 oldu ən son rəqəmi? Çünki 8'lik say sistemində 8 yoxdur. 2'likdə 2 yoxdur. Onda deməli biz 8'lik say sisteminin ən böyüyünü necə tapacaq aşağılar? 1 çıxarıq. 8'lik say sistemindən harada istifadə olunur desək, yenə deyəcək kompüterdə. Növbəti istifadə edəcəyimiz say sistemi 16'lıq say sistemidir. 16'lıq say sistemində isə 16 dənə rəqəm olmalıdır. Gəlin sual verər və düşünək. Axı biz sizdən danışmışdıq ki, ümumiyyətcə bizim
ərəb rəqəmlərimiz olan onluq say sistemi sonluqda axı 10 dənə rəqəm var. 10-nu düzəldik, 6 dənəsini hardan düzəldəcək? Gəlin ona baxaq. Deyir ki, hər hansı bir say sistemindəki rəqəmlərin sayı bildiyimiz bu 10 dənəni aşarsa, növbəti rəqəmləri görün nə ilə düzəldəcək. Onda deməli, mənim bildiyim 0-dan 9-a qədər olan 10 dənəni burada düzəltdim. 10 dənə. Geriyə nə qaldı? 6 dənə. Deyir, əgər hər hansı bir say sisteminin simvolları bildiyimiz 10 dənə rəqəmi aşarsa, növbəti rəqəmləri düzəltmək üçün ingilis əlifbasının hərflərinə müraciət etmək lazımdır. Ən başdan başlasam, hansı hərfi qoyaram burada? 6 dənə ehtiyacım var mən burada. Sıralı sayaq uşaqlar. A, sonra A, ingilisdən laf deyək. B, C, D, E, F. İndi yaxşı. Deyə bilərsiniz ki, ay müəllim, biz bu 6 dənə hərfdən misallarda rəqəm kimi necə istifadə edəcəyik? Necə? Hə, indi buna baxın. O zaman A, 9-dan sonra sizcə hansı rəqəmi ifadə edəcək? Sıralı şəkildə düşünsək. 10-u, amma buna bütöv rəqəm kimi baxırıq. Ədəd kimi yox, özünüzü çaşdırmayın. 10 rəqəmidir bu. B, 11-i, mikrofonlar bağlı zəhmət olmasa. C, 12-ni, uşaqlar mikrofon bağlayın. D, 13-ü, Y, 14-ü, D, 15-i. Uşaqlar, fikir verdinizmi? Buradakı qanuna uyğunluqlar burada da çalışdı. Yəni 16-lıq say sisteminin ən böyük rəqəmi neçə oldu? 15. Niyə? Çünki 16-dan nə çıxdı? 1. Nə qaldı? 15. Amma biz bu 15-ə bütöv baxırıqsa da, amma Nurayı qoşmuşsunuz. Niyə? Hə. Şunlar bura qədər aydındır hamıya. 16-lıq say sistemini necə formalaşdırdıq? Bunu əzbər bilməlisiniz. Hər əzbərliyə də ehtiyac yoxdur. 9-dan sonra 6 dənə simvola ehtiyacım var. Bu 6 dənə simvolu mən A, B, C, D, E, F deyərək ingilis əlifbasının ilk 6 simvolunu qoyuram. Və 9-dan sonra düşünəcəyim rəqəmlər 10, 11, 12, 13, 14 və 15 olmalıdır. 16-lıq say sistemində gördünüz, yenə 16-lıq yoxdur. 8-lik say sistemində 8 yoxdur. 2-likdə 2 yoxdur. 10-luqda 10 rəqəmi yoxdur. Aydın oldu mu? Bəs 16-lıq say sistemindən biz harada istifadə edirik uşaqlar? Yenə kompüterdə istifadə edirik. Keçmişdə istifadə olunubda 12-lik say sistemi. Gəlin baxaq görək. 12-lik say sisteminin əlifbasını, rəqəmlərini kim düzəldə bilərsə, səs açsın və mənə desin. Düzəldə bilərsə 12-lik say sisteminin əlifbasını neçədən başlamalıyam? 0-dan. 0-dan neçə qədər? 11-ə. 9-a qədər gedirəm. Ay, sağ ol. 0-dan 9-a qədər. Buyurun, kim deyə bilərsə yenə desin. Bəli. Aha. Bax, yox. A, B olacaq. Niyə? Çünki 12-lik say sistemində ən böyük rəqəmi neçə ola bilər? 11. Sən 9-dan sonraki aya nə deyəcəksən? 10 rəqəmi. B-yə nə deyəcəksən? 11. Artıq C ola bilməz. 12-lik say sistemində 12 yoxdur. Kim idi cavab verən? Adın. Hə, Səma. Səsinizi tanıya bilmirəm uşaqlar. Tanışlarım da olsa, şagirdlərim də olsa, ona görə hələlik sizi burada tanımalıyam. Çox sağ olun. Bunu bildiniz say sistemlər. Səsinizi təzədən qapıda bilərsiniz. Say sisteminin tərkibindəki rəqəmləri hamı tanıdı, bildi. Ekran skrinini götürə bilərsiniz ki, özünüzdə qeyd götürün. Bəli, sualım var? Yoxdur. 12-lik say sistemindən isə gündəlik həyatda yox, keçmişdə istifadə olunubdur. Hətta araşdıra bilərsiniz özünüz 60-lıq say sistemi və bunu kənarda bir yazın ki, mən 60-lıq say sistemi haqqında sizdən hərənizdən bir cümlə istəyəcəm. Yaxşı? ChatGPT-də araşdırın, Google-da axtarın, harada istəyirsiniz araşdırın. 60-lıq say sistemi nədir, nə zaman, nə üçün istifadə olunubdur? Bu olsun sizə bir dünya görüşü baxımından bir araşdırma.
Uşaqlar, artıq biz bu say sistemlərində çox işlər görməliyik. O işlərdən birincisi nədir? Mən bu ekranı keçirəm başqa ekrana. Bunlardan birincisi nədir? Biz riyaziyyatda ən kiçik 3 rəqəmli ədəd, ən böyük 4 rəqəmli ədəd anlayışlarını bilirik də nə demək. Yəni, onda biraz riyaziyyatda sual-cavab eləyək. Kim istəyirsə səsini açsın və cavab versin. Mən sizə desəm ki, onluq say sistemində ən kiçik 3 rəqəmli ədəd hansıdır? Nə deyərsiniz? Ən kiçik 3 rəqəmli ədəd. Трехзначный самый маленький. Düzdürmü? Deməli, bunu biz hansı say sistemində dedik? Onluqda. Onluqda nə dedik? Ən kiçik 3 rəqəmli ədəd. Niyə 100-ü qoyduq? Biz bunu riyaziyyatdan öyrəşmişik. Bəli. Bəli, belə olmalıdır da. Bəlkə də mənə izah edə bilməzsiniz bunu. Yaxşı, ən kiçik 2 rəqəmli ədəd neçə olacaq? Ən kiçik 2 rəqəmli 10. Ən kiçik 4 rəqəmli ədəd nə olacaq? Əla. Yaxşı. Ən kiçik 20 rəqəmli desəm nə olacaq? Deməyə ehtiyac yoxdur. Yəni, bir arxasında neçə dənə 0 olacaq? Ay, sağ ol. Deməli, bir arxasında 19 dənə 0 olacaq mənim ən kiçik 20 rəqəmli ədədim. Çox, gəlin biraz fikirləşək. Bu niyə belə oldu? Çünki biz bunu sankıca öyrəşmişik. Biz onluq say sistemində ən kiçik deyəndə niyə 0 və 1-dən yapışdıq? Çünki onluq say sisteminin ən kiçiyi nədir? 0 və 1-dir. Öndə 0 qoya bilməyəcəyimizə görə 1-i qoyuruq, arxasında da istənilən say qədər 0-ı qoyuruq. O zaman gəlin bu məntiqi bir dənə düşünək, görək. Onluq say sistemindən başqa, bayaq keçdiyimiz say sistemlərinin hamısında 0 və 1 mövcuddur. Bəli, ən kiçik kilikdir belə, onun da içində 0-1 mövcuddur. O zaman gəlin razılaşaq ki, biz nəinki onluq say sistemində, biz desək ki, ikilik say sistemində ən kiçik 2 rəqəmli ədəd. Nə deyəcəksiniz? 22 yoxdur, nə tapırsan? Nə deyəcək ikilik say sistemində də? Eynən onluq kimi işləyəcəkdir burada. İkilik say sistemində ən kiçik 1 və 0-dır deyə 2 rəqəmli olduğuna görə 1, 0. Deyəcəm ikilik say sistemində ən kiçik 3 rəqəmli, yenə deyəcəksən 1, 0, 0. İkilik say sistemində ən kiçik 5 rəqəmli, 1, arxasında 4 dənə 0. Və şimdi deyəcəm, ikilik say sistemində ən kiçik 60 rəqəmli, nə deyəcəksiniz? Ay, sən 59, bir dənə bir dənə. Bir dənə 59 dənə 0. Bu anlaşıldı. Deməli, mən niyə bir onluq say sistemi üzərindən bir də ikilik say sistemindən misal çəkdim? Deməli, siz istənilən say sistemində ən kiçik rəqəmli ədədləri soruşursunuzsa da, o zaman həmişə riyaziyyatda düşündüyünüz kimi düşünəcəksiniz. Bu, ikilik say sistemi də olsa, 8-likdə olsa, 16-lıqda olsa, 12-likdə olsa, hətta mən adını demədiyim, özündən bir say sistemi qoysa, 5-lik say sistemi də, 3-lük say sistemi də, 9-luq, 7 və s. Hansı say sistemi deyir desin, ən kiçiyində sən riyaziyyatdakı kimi düşünəcəksən. Bu hamıya aydın oldu mu? Sualınız varsa səsinizi açın, zəhmət olmasa. O zaman getdik, yenə riyazi biliyinizi sadəcə olaraq sorğuluyuram. Onluq say sistemində ən böyük 2 rəqəmli ədəd. Bəli. Əla. Ən böyük tək rəqəmli ədəd. Bəli. Ən böyük 3 rəqəmli ədəd. Qəşəng. Ən böyük 50 rəqəmli ədəd. 50 dənə nə? 50 dənə. 50 dənə oldu. Aydın oldu? 50 dənə 9. Ay uşaqlar, bu səfər biz niyə 9-un belə deyək, canından yapışdıq və dedik ki, ən böyük sən olacaqsın. Çünki onluq say sisteminin əlifbasını xatırlayaq. Ən böyük kim idi? 9. Deməli, onda gəlin biz biraz geniş düşünək, görək. Hə,
Deməli, istənilən say sistemində ən böyük adı çəkiləndə həmin say sisteminin ən böyüyünü götürməlisən və istənilən say qədər bölü-bölə düzməlisən. O zaman gəlin bunu ikilikdə tətbiq eləyək. Aktiv olun. İkilik say sistemində desəm ki, ən böyük tək rəqəmli ədəd. İkilik say sisteminin ən böyüyü hansıydı? İkilik say sistemində. İkilik say sistemində ən böyük 2 rəqəmli desəm neçə olacaq? Niyə o? 1, 1. Ən böyük deyirəm. İkilik say sistemində ən böyük 5 rəqəmli desəm nə olacaq? 5 dənə 1. 5 dənə 1. İkilik say sistemində 70 rəqəmli ən böyük ədəd desəm nə olacaq? 70 dənə 1. Başa düşdük? O zaman gəlin bu məntiqi istifadə edək 8-lik say sistemində. 8-lik say sisteminin ən böyük rəqəmi hansıdır? 7. Nabır bir vahid kiçik olur. Onda mən 8-lik say sistemində ən böyük 5 rəqəmli ədəd desəm? Sağ ol. 5 dənə 7. Əla, gözəl. Və 8-lik say sistemində ən böyük 30 rəqəmli desəm? 30 dənə 7. Halal olsun. Halaldır. Əla uşaqlar, diqqətlisiniz. Bəs indi gəlin baxaq görək. Bu məntiq 16-lıq say sistemində necə işləyəcək uşaqlar? 16-lıq say sisteminin ən böyük rəqəmi hansıydı? F hansı rəqəm ifadə edirdi? 15-i. İndi mən deyirəm 16-lıq say sistemində ən böyük 2 rəqəmli hansıdır? Yox, bu sizi çaşdırdı, gördünüz? Uşaqlar, F-in özü 15 rəqəmini özündə saxlayır. Amma F-i neçə dənə görürsünüz? Bircə dənə. F özü bir dənə rəqəm deməkdir. Mən sizə deyirəm ki, 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədəd hansıdır? Ay sağ ol. O kimsə niyə qorxa-qorxa dedi? F. Çünki mənə nə lazımdır? 2 dənə rəqəm lazımdır. Nə olsun bu içində 15-i saxlayır? Bunun içində saxladığı 15-i bütöv kimi düşünün. Bir rəqəm kimi düşünün. F özü normalda bax tək bir dənədir. İndi mən sizə desəm ki, ən böyük 4 rəqəmli. Ay sağ ol. 4 dənə F. Aydın oldu. O zaman gəlin bu məntiqi işlədək bir də 12-lik say sistemində. 12-lik say sistemində ən böyük 2 rəqəmli. Yəni 11-i hansı hərf alırdı? BB. BB. Eləcə B yox. Eləcə B tək rəqəmlidir. Ən böyük 10 rəqəmli desəm 10 dənə B. Hamı başa düşdü mü bunu? Hamıya aydın oldu mu? Ən kiçik, ən böyük. Mən bunu sizdən soruşacağam. Elə bilməyin, online'da əlimdən qaça bilərsiniz. Aydın oldu. Hələ uşaqlar 20 dəqiqə vaxtımız var. O zaman bu anlayışı başa düşdüksə də biz keçirik nəyə? Diqqətiniz soruşacağam. İndi keçirik nəyə? Onluq say sistemində, digər say sistemlərində ən kiçik və ən böyük ədədlər dediksə, ədədlərin tək və cüt olmağına gəlin baxaq. Mənə elə gəlir aramızdakı hər kəs riyaziyyatda, riyaziyyatda tək və cüt ədədləri gözəl müəyyən edir. Axırı nə ilə qutaranlar cüt ədədlərdir? 0, 2, 4, 6, 8. Əla. Bəs axırı nə ilə qutaranlar təkdir? 1, 3, 5, 7, 9. Qəşəng. Əla. Riyaziyyat bizə bunu öyrədibdir. Gəlin biz onluq say sistemində müxtəlif ədədlər yazaq. Onluq say sistemində 574. Çalın, mən ayağına balaca 10 yazanda bilin ki, bu ədəd onluq say sistemindədir. Yaxşı? Harasına baxıram bunun? Axır rəqəminə. Axır rəqəmi nədir? 4. Nə götürməliyəm bunu? Cüt. Əla. Bunu qavraya bilirik də. Bir dənə də gəlin tək yazaq. Yazıram. 1001. Bu necə ədəddir? Yerə görə baxıram, deyirəm ki, bu da nəymiş? Təkdir. Əla. Deyəcəksən müəllim, bu nədir belə bizdən soruşursunuz? Baxın. Biz bunu onluq say sistemində bilirik. Bəs digər say sistemlərində ədədin cüt və tək olmağını necə müəyyən edəcək uşaqlar? Diqqətlə qulaq asın. Deyir ki, əgər
say sistemlərinin əsası, uşaqlar, əsas o ayaqda olan balacadır. Yəni, hansı say sistemi olması? Əgər say sisteminin özü cütdürsə, yəni, məsəl üçün, cüt olan hansı say sistemləri ola bilər? 2-lik, sonra 8-lik, özümdən say sistemi deyirəm sonra, 4-lük və 16-lıq, 12-lik, düzdürmü? Deyil, əgər verilən say sisteminin əsası cütdürsə, o zaman onlar onluq say sistemi kimi düşünəcəklər. Yəni, axır rəqəminə baxacaqsın. 0, 2, 4, 6-dırsa da cüt. Axır rəqəminə baxanda 1, 3, 5, 7, 9-dursa tək olduğunu deyəcəksən. O zaman gəlin biz nümunə göstərək. Bu say sisteminin əsasıydı, ha? Bu ədədlər deyil. Bu say sistemləridir. O zaman ikilik say sistemində gəlin mən bir dənə ədəd yazım. Məsəl üçün 1, 0, 1, 1. Ayağına 2 qoydum, o demək ki, bu ikilik say sistemindədir. 8-lik say sisteminə nümunə gətirirəm. 7, 4, 3. 8-lik say sistemində 4-lük say sisteminə nümunə gətirirəm. Uşaqlar, bu arada bir dənə sual verin. Mən 4 bilmirəm, özünüzdə fikirləşdiniz ya yox. 4-lük say sisteminin neçə dənə rəqəmi olacaqdır? Əla. Hansılar? Ay, sağ ol. Niyə mən 4 götürə bilmərəm? Çünki 4-lük say sistemində axırıncı özündən bir vahid az olur. Əla. O zaman mən 4-lük say sistemində bir ədəd yazanda bacarmalıyam ki, bunlardan biri olsun. Yəni 4 ola bilməz. Hələ də 5 vəbşə ola bilməz. O zaman 4-lük say sistemində ədəd yazıram 223. 4-lük say sistemində. 16-lıqda yazaq bir dənə ədəd 2, A, C, 16-lıqdadır. Bildiniz də A, C nədir? A, hansı rəqəm ifadə elədi? C? Əla, qəşəng. Qəşəng. 12-lik say sistemində də gəlin bir ədəd deyək. 1, 4, A. Bu da olsun 12-lik say sistemində. İndi deməli biz bu qaydada nəyi gözətlədik? Onluq say sistemində bildik, son rəqəmlərinə baxacaqdır. Amma onluq say sistemindən başqa əsası cüt olan say sistemləri. Görürsünüz, bu da cütdür. 2-lik say sistemi, 8-lik say sistemi, 4-lük say sistemi, 16-lıq say sistemi və 12-lik say sistemi. Bunlar da kimlər kimi düşünür? Onluq say sistemi kimi düşünür. Onda onluq say sistemi düşünürsə də nəyə baxmalıyam? Son rəqəminə. Son rəqəminə də uşaqlar 1. İndi bu ədəd təkdir, cütdür. Tək. Yenə əsası cütdür, onluq say sistemi kimi düşünəcəkdir. Axırına baxacaqdır. Axırı üçsə bu nədir? Bu da təkdir. 4-lük say sistemidir. Əsası cütdür, onluq kimi düşünür. Axırı nə ilə qutarır? 3 ilə. Deməli, bu ədəd də nədir? Təkdir. 16-lıq say sistemində C ilə qutarır. C hansı rəqəm ifadə edirdi? 12. 12 nədir? Cütdür. Bu nə ifadə edəcəkdir? Cütdür. 12-lik say sistemidir. Yenə əsası cütdür, onluq kimi düşünür. Axırı 10-dur. 10 nədir? 10 da cütlə qurtarır. Buna aid mənə sualınız yoxdur ki? Sırf əsası cüt olan say sistemləri onluq say sistemi kimi düşünür. Bəs uşaqlar, onda gəlin baxaq görək. Deyə bilərsiniz ki, ay müəllim, bəs əsası tək olan say sistemləri necə düşünür? Əsası tək olan hansı say sistemləri ola bilər? Özümdən yazıram, ha. Elə say sistemi keçməmişik. Yoxdur daha doğrusu. 3-lük, 5-lik, 7-lik, 9-luq kimi say sistemləri özləri təkdir deyə bunlar onluq kimi düşünə biləcək? Xeyr. 3-lük say sisteminin əlifbasında neçə dənə rəqəm olacaq? 3-lük say sistemində neçə dənə rəqəm olacaq? 3 dənə. Hansı? 0, 1, 2. Əla. 5-likdə neçə dənə olacaq? 0, 1, 2, 3, 4. Əla. Gözəl. Onda 3-lükdə mənə bir dənə ədəd desin kimsə. 3 rəqəmli ədəd. Nə yazım? Necə? 476 olmasa içində 0, 1, 2 var. Bəli. 120 oldu 3-lük say sistemində. Əla. 5-lik say sistemində də Zeynep deyilən 5-lik say sistemində 5-lik say sistemində ola bilər 0, 1, 2, 3, 4. Təkcə bunlardan istifadə edə bilərsən. 4 rəqəmli ədəd deyilən nə düzür? 2,
Sonra 43. 4. Bax, belə olsun. Olar belə. Olar mı da 5-lik say sistemində? Bəli. 7-lik say sistemində sən denən 3 rəqəmlədə 7-likdə də 0-dan 6-ya qədər ola bilər. 2, 7-likdə, 9-luqda da mən deyim. 8, 0, 0, 7. Uşaqlar, indi hara baxırıq? Deyirəm ki, bu say sisteminin əsası 3-dür. Bununki 5-dir. Bununki 7-dir. Bununki 9-dur. Bu deyir ki, biz onluq say sistemi kimi düşünə bilmirik. Biz son rəqəmimizə görə tək və cüt olduğu təyin edə bilmirik. Bəs burada sizin bilmədiyiniz bir qayda ortaya gəlir ki, burada ədədin rəqəmlərini cəmləyirsən. Yəni, 120-nin rəqəmləri cəmi nədir? 1 üstə gələk, 2 üstə gələk, 0. Neçə aldım aşağılar? 3. Cəmi nə aldım? 3. Nədir cəm? Tək. Cəm nədirsə, deməli, bu ədəd də təkdir. Hamı anlaşıldı? Başa düşdü? Bura keçdik. Burada ədədin rəqəmləri 2, 4, 6, 0, 3. Nə oldu bunların cəmi? 9. 9-umuz nədir uşaqlar? Tək. Cəm təkdirsə, bu ədəd də təkdir. Bəs, bura baxaq. 4, 3, 7. 7 üstəki gəlirəm 9. Əla. 9-umuz da cəm də təkdir deyə bu ədəd də təkdir. Bunu topluyoruz. 8 ilə 7, 15. 15 təkdir deyə bu ədəd də təkdir. Bildiniz, əsası tək olan say sistemlərində. Mən tez-tez misal yazıram, qarışıq yazıram, özünüz fikir verməlisiniz. Əsasına baxın. Cüt olanlar onluq kimi işləyəcək. Tək olanlarda rəqəmlərin cəmi. Getdik, biraz tez-tez. 1458. Hər kəs belə bir-bir cavab verər də, belə qarışıq şəkildə cavab verməli. Sonra 2, 3, 4, 5, 6, uşaqlar. Deməli, diqqətinizi çəkirəm nəyə? Bu əsası tək olan say sistemidir. Bir dənə bu da əsası tək olan say sistemidir. Qalanları bu da cütdür, bu da cütdür, bu da cütdür, bu da cütdür. Birinci ədədimiz təkdirmi, cütdürmü? Birinci ədədə mənim Elmira qızım deyir ki, cütdür. Cütdür. Cəmləyəndə neçə aldıq? 18. Cəmimiz cütdür deyə ədəd də cütdür, doğrudur. İkinci ədədimiz sağ ol. Qalan say sistemlərində hansı məntiqə baxırıq? Əsası cütdür, cütdür, cütdür. Yəni, bunlar onluq kimi düşünür. Onda hara baxır? Axır rəqəminə. Əhsən. Axır rəqəmi təkdir, deməli bu ədəd də təkdir. Axır rəqəmi təkdir, bu ədəd də təkdir. Başa düşdün hansı? Axır rəqəmi təkdir, deməli bu ədəd də təkdir. Axır rəqəmi cütdür, deməli bu ədəd də cütdür. Tam başa düşdü. Yormadım ki sizi. Tamam. Qəşəng. Onda yormadımsa da getdik sizlə nəyə? İstənilən say sistemində toplayıb çıxmağa uşaqlar. Bu o qədər maraqlıdır ki. Amma bir yana siz məktəbdə bunu qata bilərsiniz. Bəri başlandan deyim, riyaziyyat müəllimlərinizlə aranız pozula bilər. Niyə? Çünki biz burada elə məntiqdən istifadə edirik ki, əslində siz bilirsiniz toplamada hansı işi görürsünüz. Prosta o qədər ibtidaidən buna fokuslanmışsınız ki, işin mənbəyini bilmirsiniz. Yəni, belə deyim də sizə. Məsəl üçün deyirəm. Mən deyirəm, onluq say sistemində 74-ün üstünə 58 gələk. Onluq say sistemində. İndi bir də güləcəksiniz ki, müəllim nə deyir ki, nə var ki bunu gəlməyə? Biz 4-ün üstünə 2 gələndə, 4-ün üstə 8 gələndə niyə burada 2 yazıb bir yadda qoyuruq? Bax, oradadır bütün sir. Bu məntiqi çözdünüzsə, istənilən say sistemində siz toplama eləyə bilərsiniz. Bilirsiniz aşağılar niyə 2 yazıram? 4-ün üstünə 8 gələndə nə alırıq? 12. Onluq say sistemində 12 rəqəmi var? Yox, 9-dur. Yəni, əsası aşıram. Olmadığına görə həmin 4-dən 8-in cəmi 12-dən çıxıram hansı say sistemindəyəm?
onluqda. Həmin say sistemini çıxıram. Baxın aşağılar, nə qaldı 2? Bax, bu 2-ni biz bura yazırıq. Düzdürmü? Və çıxanda Zeynəb bir yaddanı qoyuruq növbəti mərtəbədə, düzdür, belə edirik. Sonra 7 üstünə nə gəlirik? 5. Neçə elədi? 12. Bir yaddamız var idi. 13. Niyə 13-ü prəmoy yazırıq? Bax, niyə yazırıq? Yenə də sən 13 yoxdur onluq say sistemində. 13-dən nə çıxırsan? 10 və nə qalır? 3. Baxırsan, bu 3 gəlir bura və daha mərtəbə olmadığına görə sən o yaddanı qabağa atırsan. O zaman gəlin mən eyni məntiqi başqa say sistemində edeyim. 8-likdə. Deyirəm ki, gəlin 8-likdə 56-nın üstünə 47 gələk. Ayağında balaca 8 yazıram ki, biləsiniz ki, bu 8-lik say sistemindədir. Şöyle eyni məntiqi işlədəcəm. 6-nın üstünə 7 gələcəm. Neçə eləyəcəkdir? 13. Amma baxıram, 13 8-lik say sistemində yoxdur. Deməli, bu səfər 13-dən sizcə nə çıxmalıyam? Burada nə çıxmışdı? 8. Aysa, indi nə çıxacam? 8, mühtəşəm. 13-dən 8 çıxanda nə alıram? 5. 5 gəlir bura. Yazıram 5. Amma nə varmalıyam? Bir yaddanı növbəti mərtəbəyə verməliyəm. Növbəti mərtəbədə 5-ə üstə 4 gəlirəm. 9. Bir yadda da neçə olur? 10. Şöyle yenə 10 yaza bilmərəm. Ondan nə çıxmalıyam? 8. Nə qaldı? 2. Bura yazıram və bir yadda mərtəbəm yoxdur deyə aşağı düşür 1. Ki başa düşmədi ümumiyyətcə. Bir dənə də misal verim, sonra sizə deyim. Var elə bir uşaq aranızda. Tamam. Onda mən sizə deyirəm, baxın, bu səfər verəcəyim 5-lik say sistemindədir. Məntiqə baxın, görək nə edəcəksiniz. 42-nin üstünə gəlirəm. 34. 5-lik say sistemindədir. Buyurun, həll edin və cavabı bildirin. Sen 1 dediniz. 5. 5 olmaz, 5'lik sayısı. Deməli 80 deyən var, 21 deyən var. Uşaqlar, 5'lik say sistemində 8 ola bilər ki, 80 deyirsiniz. 5'lik say sistemində sənin ala biləcəyin maksimum rəqəm necə? Bax, 21 cavabından başqa cavab deyən var. 23 də deyən var. 23. Başqa cavab deyən var, yoxsa yoxdur? O zaman hər kəs qulaq asır mənə. Niyə tapmadım? Bir yerdə işləyir. Görün. 2-nin üstünə 4 gəlirəm aşağılar. Neçə eləyir? 6. Fikirləşin görək. 5'lik say sistemində 6 ola bilər. O zaman 6-dan nə çıxıram? Həmin say sistemin əsasında 5. Neçə qalır? 1. Bu bir əmə gəlir. Bura. Yazdım düz. Amma bir yaddanlara tullamalıyam bura. Deməli, sonu 23 ilə tutara bilməz, sildim onu. 4-ün üstə 3 gəlir uşaqlar. Neçə eləyir? 7. Bir yadımda da var. Neçə elədi? 8. 8 var 5'lik say sistemində? Yox. 8-dən yenə neçə çıxmalıyam? 5. Nə qalır aşağılar? 3. Bu 3 gəlir bura. Amma uşaqlar, niyə bir yaddanı bunun qabağına yazmamışsınız? Qabağına yazdım. Hamıya aydın oldu, birini də deyək. Həmişə elə olur. Çıxanda həmişə bir yadda qalır. Həmişə. Qayda oldu. Həmişə bir yadda qalır. Bəli. Bax, niyə biz onluq üzərindən izah edirəm? Məsəl üçün, niyə biz 29-un üstünə 56 gələndə sən bunu onluq say sistemində hesablayırsan da, riyaziyyatda düzdür? Sən niyə 9-un üstə 6 gələndə 5 yazıb bir yadda qoysan? Niyə? Bax, bunu fikirləş. Çünki sən təhrik olaraq 5 qoyursan və ora neçə onluq vahid atırsan? Bir onluq vahid atırsan, düzdür?
Əsası aşırsan axı 15. Bax ona görə də digər say sistemlərində də çıxırsa nə o ki əsas aşanda həmişə bir yadda toplayırsan. Aydın oldu? Tamam. Bunu eləmirsiniz təbii ki. Mən indi sizə verirəm 9-luq say sistemində. Görün bunu eləyə bilirikmi? 3 rəqəmlər də olacaq bu səfər. 7, 3, 4 üstə gələk. 5, 6, 8. Bu 9-luq say sistemindədir. Buyurun. Hər kəs sərbəst eləsin. Cəmləyəndə 9-luq say sistemindən böyük rəqəm birinci 8 ola bilər. 9 olmaz. Əsası aşdıqsa da 9 çıxırsınız. Və hər dəfə də bir yadda atırsınız ora. Nədir? Üstünə çıxırsan. 503 kənara yazdım. Sonra 1413 tapan var. Bunu deyən kim idi? Mələk, qızım, görək. Necə düzmü tapmısan? Çətin gəlmir ki, Mələk? Ən balacamız hələ ki sənsən, 5-incisini. Çətin olanda sual ver, yaxşı balam? 1313 də deyən var. Aha. 1303 deyən də var. Maşallah, nə qəşəng. Hərə bir qiymət verir. Siz necə deyirsiniz? Zenka? 1403'ümüz də var hətta. 1303 deyən bir dənəmiz də var. Əlavə 1303 deyən bir dənəmiz də var. Neçə? 1413 deyənlərimiz də çox var. Uşaqlar, xahiş edib çox diqqətli bulasın. Başa düşmürsünüzsə də sual verin. İndi mən həm həll edirəm, həm də doğru cavab axtardım. Birinci 4 üstə 8 gələndə nə alıram? 12. 12 9-luq say sistemində yoxdur. Əsası aşmışam. 12-dən nə çıxıram? 9-luq say sistemində görə 9. Nə aldım? 3. Bu 3 hara gəlir aşağılar? Bura. Amma biz nə dedik? Əsası aşıb çıxanda bir vahid özündən əvvəlkinə veririk. 3 üstünə 6 gəlirəm. Neçə elədi? 9. Bir yaddamızda 10. 10 da yaza bilmərəm. Ondan nə çıxacam? Yenə 9. Nə yazacam? 1. Bu 1 gəldi bura və nə yazıram? Yenə bir yadda. Deməli, bu cavabımız doğru deyil, təəssüf. 7 üstə 5 gəlirəm. 12. Bir yadda 13. Yenə 13 yaza bilmərəm. 13-dən çıxıram 9. Neçə qaldı? 4. 4 gəlir bura. Bir yaddamızı toplamayacaq ki. Mərtəbəmiz yoxdur deyə bir yaddamız önə yazılır. Təbrik edirəm. Kimi? 1413 cavabını alanları. İndi zəhmət olmasa bu izahımı kim anlamadısa da səsini açsın desin. Mən yenə verirəm sizə. Bunu verib bir dənə də çıxman deyək, bugünlük sağollaşarıq. Sualınız var? Niyə burada, niyə belə oldu ay müəllimə? Yoxsa yox? Əla. Keçdik onda növbəti mərtəbəyə xahiş edirəm. Diqqəli, açınız diqqətli olaq. Yaxşı, azcanız. Mən indi biraz 16-lıq say sistemində verəcəm. 16-lıq say sistemində ortaya hərflər də düşəcək. Ona görə tez hərfləri sizə xatırlayıram. A10, B11, C12, D13, Y14, F15. Yaxşı, toplayanda bunlara fikir verin. Yazaq. Yenə 3 rəqəm ədəd yazıram. A, 5, D, üstünə gəlirəm. F, 7, C. Nəzərə alın ki, bu səfər 16-lıq say sisteminin ən böyük rəqəmini aşanda və çıxacaqsınız 16-nın özünü. Buyurun. D ifadə edir 13-ü, C də 12-ni. Toplayın görək nə alırsınız? Tez-tez yazın. Diqqətli.
Üç olursa mı? 23'te 23'te neçə? 19.139. Düzdür? Düz başa düşdü? Başqa cavab varsa? Kim olmuşdur? 1049 cavabını deyən var, neçə oldu? 1049 deyən var, sonra 1039 10.000, tamam. Aha. 10.039 yoxsa 49? 10.049 bir daha deyilən cavab var. Əla. O görə indi kimlərdir bunu tapan? Bəli. Gözlük. Burada nisbətləndi. 13 üstəndə neçə vardı? 25. 25. Şimdi buna baxın uşaqlar. Gəlin baxaq. Deməli, Madina, bunu səninlə işləmək istəyirəm. Səsini açıq saxla, zəhmət olmasın. Madina, D'miz 13, C'miz isə 12-dirsə, bunların cəmi neçə eləyir? Yox, cəmi də ümumiyyətcə. İlkin ol. 25. Ay sağ ol. 25 yaza bilməzsən qızım. 25-dən nə çıxırsan? Əla. Neçə qaldı? Ay sağ ol. 9-u bura yazdım, madalım. Düzdür. Və bir yadda bura qoyuram. Düzdürmü? Tamam. Madina 5-in üstə 7 gəldim. Üstünün bir də yadda. Hə. İndi bax, səhvimiz burada da uşaqlar. Axı bizim 13 deyə bir rəqəmimiz var 16-lıq say sistemində. Və bu hansı hərfdir? Yəni əsası aşmamışıq Madina. 13-dən nə çıxım mən? 16 çıxası deyiləm ki. Deməli 13-ü ifadə edən D-ni burada yazmalıyız. Gördünüz? İndi diqqətli baxın. Bir də yadda qoymuram belə olanda. Siz 10-luq say sistemində də eləyirsiniz. Bəs Madina, A-mız 10-dursa, F-imiz 15-dirsə, toplayanda neçə oldu? Super. Yenə 25 yaza bilmərik. 25-dən yenə 16 çıxdı. Yenə 9. Amma bir yaddanı mərtəbə yoxdur deyə qabağında yazırıq. Aydın oldu. Başa düşdük səhvimiz hardadır uşaqlar? Başa düşdük? Əla, gözəl. Baxaq saat neçədir? Bircə dənə də misal deyim, ondan sonra sağollaşarıq. 2-lik say sistemində deyirəm, diqqətli olun ha. 2-lik say sistemində bir dənə simvol 1-dir, bir də 0-dır. Diqqətli baxın. 1, 1, 0, 0, 1, 1, üstə gələr, 1, 0, 1, 1, 1, 1. Görün bunu kim diqqətlisə də o tapacaqdır. Əsası aşanda 2 çıxacaqsınız. Sıfır, aha, yeni birincide 1, 2, diğerinden 3. Şimdi 3'ten 2 çık. Çık 3 yoksa 3'ten 2 çıksan 1, diğerden bu da. Hala 1, 1, diğerde 2. Yeni 2'den 2 çıkarsan 0, 1, 1. Yeni 0, 1, 1, diğerde 2, 2'den 2 çıkarsan 0, 1, 1. Yeni 0, 1, 1, 0, 1, 1. Aha. Bir rəqəmləri deyin, bir-bir dəqiq olsun.
11 neçə dənə 0? 1, 2, 3 sonra bir dənə 1 bir də 10 sadəcə 10. Kimdir bu cavabı deyən? Aha, Məhsadə Raul. Aha, denə. 1, 0, 0, 0. Deməli, 1 neçə dənə 0? 3 dənə 0. Bir dənə? Bir də 10. İkinci cavabımız da budur. Başqa bir cavab var. 6 dənə 1, düzdürmü? Bir dənə 0. Sonra neçə? 101, 101. 11 milyon 101. Tamam. Gəlin baxaq görək kimin cavabı düzdür aşağılar. Senin bir fikrin var? Xahiş edirəm buna baxın. Mən sizə bir dənə də bir söz deyim. İkilik say sistemini heç vaxt onluq kimi, milyonluq, minlik oxumağa çalışmayın. Biz bu mərtəbələri yalnız onluq say sistemində deyə bilərik. Biz ikilik say sistemində bunu 1 və 0 adlandıra bilərik. 8-lik say sistemində əgər 74 varsa da biz buna 74 deyə bilmərik. 7 və 4 deyə bilərik. Yəni qanunla qalsa, əslinə qalsa. Aydındır? İndi buna baxın. Bunu Mələk, sən səsin idi səhv eləmirəmsə də səndən işləmək istəyirəm. Səsini aktiv saxla, zəhmət olmasa. Belə, 1-in üstünə 1 gəlirəm. Nə eləyir? 2. 2 yaza bilmərəm. 2-dən nə çıxıram? 0 yazıram, 1 yadda. Əla. Bu mərtəbə neçə alıram? Ay sağ ol. 3-dən 2 çıxdım. 1 aldım. Bu aldığım 1-i buradan yazıram. 1 yadda bura yazıram. Mələk 0-dan 1. 1 yadda. Əla. Yenə burada nə alacağım bu mərtəbədə? Əla. Burada. Çünki 1 ilə 0 toplanır 1, 1 yadda 2, yenə 2-dən 2 çıxıram 0, 1 yadda. Sonra gözəl. Deməli, nə aldıq uşaqlar? Kimin cavabını doğru hesab etmək olar? Deməli, Raulun cavabı doğrudur. Aydın oldu. Digər cavablar isə doğru deyil. Amma bu demək deyil ki, bu məndə alınmır, bu çətindir. Xahiş edirəm, özünüzü motivasiyadan salmayın. Kimin hər hansı bir yerlə bağlı sualı varsa buyursun. Bəli. Bunu, bax bu 1-in üstə 1 gələndə 2, bu da oldu 3. 3-dən 2 çıxanda bu 1-i bura yazıram və 1 yadda həmişə qalmalıdır axı. Burada mərtəbə yoxdur deyə yadda saxlamam, ən axırda 1 qabağa gəlir. Uşaqlar, hamıya aydındır? Hamı başa düşdü? Xahiş edirəm bu dərslərdən belə yaxşı tutunun. Mən inşallah kaot yarışları eləyəndə bu kaot yarışları olacaqdır. Yəni, motivasiyanızı artırın, qəşəng çalışın. Mən sizə testlər və materiallar göndərəcəm. İndi bu dərsimizdə kimlər iştirak edibsə də, onlar nə edir? Bax, ekran görüntüsünü skrin edir və mənə şəxsiyə atır. Yaxşı? Ki, mən bir daha sizi düzdür, burada keçirtmişəm və mənə yazsın ki, tutaq ki, mən kim? İndi kontaktımda olanlar ayrı, olmayanlar desin ki, mən kiməm? Aydın oldu. Çox sağ olun diqqətiniz üçün, qoşulduğunuz üçün. Növbəti dərsimiz 5-ci gün saat 7-də olacaqdır. Hələlik. Sağ olun.